Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin vel akibetu littaqva vel yaqin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'iz zunubina Ebil Qasimi Mustafa Muhammed. Sallallahu ala Muhammed ve ali Muhammed ve ala ahli beytihi teyyibine tahirine el-ma'sumine el-mukarramin siyyemel hacca beqiyetillahi fil aradin ve la'nu ala a'daihim ecma'in emma ba'd qalallahu'l hakim fi kitabihil kerim a'udzu billahi mineşşeytanirracim bismillahirrahmanirrahim rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu قولي صدق الله العلي العظيم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين السلام عليكم جميعا ورحمة الله وبركاته. Allah'ın salamı, rəhməti, bərəkəti, məğfirəti siz əzizlərin və bizlərin üzərinə olsun. Allah Teala keçirilən bu əza məclislərini dünyanın hər yerindəki Həzrəti İmam Hüseyin əleyhissalama əza məclisi saxlayırlar, həyata keçirirlər, öz dərgahında dərəcəyə qəbuluna yetirsin inşallah hamısını. Keçən məclislərdə biz Dayı, bu gündə mən çox nəzəri tərəf danışmayacağam. Nəzəri bəhs danışmaq istəmirəm. Bir zikri müsibət deyəcəm. Ona müqəddimə olaraq bunu deyim ki, söhbətimizin mövzusu əzadarlıq və seçim imkanı idi. Ki, insan əzadarlığa gəlməklə öz yerini seçir. Əvvəldən belə başlamışdıq. Və qeyd elədi ki, bu əzadarlığın mənası budur ki, insan öz yerini müəyyən eləyir ki, mən hardayam, hansı tərəfdəyəm. Baxır o İmam Hüseynin o karvanına, o karvan bir dəfə gəlib getmir. Hər dəfə dedi ki, İmam Hüseyin əleyhissalamın karvanı gəlib getməkdədir. Bitmir hadisə. Karvan hər gün hərəkətdədir və məhərrəm əzadarlığı insanın özünə yer müəyyən eləməsinə zəmin yaradır. İnsan öz yerini tapmaqdan ötürü, öz yerini müəyyən eləməsindən ötürü də insana nə lazımdır? Bəsirət lazımdır. Bəsirət nəyə deyilir ümumiyyətlə? Bəsirət düzgün baxışa deyir. İnsanlar baxdığı hadisələrdən düzgün nəticə çıxarda bilsinlər. Düzgün hadisələri analiz eləyə bilsinlər. Buna deyərlər bəsirət. Ümumiyyətlə, düzgün baxışa deyərlər bəsirət. Məsəl üçün, filan kəs bəsirətli insandır. Yəni, o hadisələri düzgün təhlil eləyə bilir. O hadisələri düzgün görə bilir. Baş verən hadisələrin arxasında nə dayanır, onu düzgün anlaya bilir. Buna deyərlər bəsirətli insan. İnsanın baxışı düz olsa, deyərlər bəsirətli adamdır və bəsirətə çatmaq üçün də çox zəhmət çəkməlidir insan. Çünki insanın baxışına təsir eləyən amillər daha çoxdur, həddindən artıq çoxdur. Müxtəlif xislətlər, tamah, istəklər, meyillər insanın baxışını əyir, insanın baxışını səhv yönəldə bilir. Fikrini xarab eləyir. Ona görə deyirlər ki, düzgün baxışa sahib olmaq təmizlənməyə bağlıdır həm də, paklanmağa bağlıdır. İnsan gərək öz xislətini, öz fitrətən insan ki, Allaha tərəf meyillidir, fitrətən gözəlliyə doğru meyillidir. İnsan dünyaya gələndən sonra başlayır dünyanın belə tozu torpağı onun üstünə qonmağa. Ona görə insan özünü paklamalıdır, təmizləməlidir. Yəni bir təskiyyə, təmizlənmə nəticəsində insanın baxışı düzəlir. İnsanın məsələləri düzgün insan ümumiyyətlə dəyərləndirə bilir. Ona görə də düzgün yolda olmağın əsas şərtlərindən biri bəsirətdir.
bəsirətdir, hər şeyi olduğu kimi görmək. Bu duanı çox eşitmişsiniz. Həzrət Peyğəmbərin duasıdır. Peyğəmbər bu cür dua eləyərdi ki, Allahumma ərinil əşya kəməhi. İlahi, hər şeyi mənə olduğu kimi göstər. Hər nə var, onu mən olduğu kimi görmək istəyirəm. Necə var, elə göstər. Bu bəsirətin əlamətidir. Və mən çox söhbəti uzatmadan bir bəsirətli adama istəyirəm bu günləri biz təvəssül eləyək. İstəyirəm elə onun adı ilə davam eləyək bu məclisi ta axıra qədər. Onun adı Aşuradan bir gün qabaq bütün məscidlərdə zikr olunur. Bütün xətiblər, bütün məddahlar təvəssül eləyəndə o həzrətə təvəssül eləyirlər. Həmçinin bəsirətdə söz düşəndə, bəsirətdən danışanda gərək onun adını qeyd eləyəsən, onun haqqında danışmaq lazımdır. Onun zikri müsibətini eləmək lazımdır. Onun zikri müsibəti, onun adı insanların bizim qəlbimizə səfa verir və qəlbimiz də onun adı ilə gəlin şəfa tapsın, səfa tapsın. Onun barəsində ən gözəl sözü İmam Səccad əleyhissalam buyurub. Buyurur ki, Rahimallahu ammunal Abbas. Allah əmimiz Abbasa rəhmət eləsin. Kənə nafizətil basirə. O iti düşüncə sahibi idi, iti bəsirət sahibi idi. Çox adamlar Kərbəlada şəhid oldular. Hamısı əzizdir Kərbəla şəhidləri. Başımızın tacıdır. Amma İmam Səccad əleyhissalam buyurur ki, ona elə bir məqam veriləcək ki, Əbəlfəz ağıya deyir ki, yağbidu cəmi'uş şühəda. Bütün şəhidlər. Məsumun sözüdür, ya mənim sözüm deyil. Məsum imam buyurur ki, Həzrəti Əbəlfəzə, əmim Əbbasa elə bir məqam veriləcək qiyamət günü ki, yağbidu cəmi'uş şühəda. Bütün şəhidlər ona qibtə eləyəcəklər. Həzrəti Əbəlfəz ağaya bütün şəhidlər qibtə eləyəcəklər, bütün şəhidlər. Kərbəla şəhidlərinin hamısı, biz deyirik, o səqqadır. Su gətirəndir, çadırlara su gətirdi, döyüşdü filan. Bunlar öz yerində, bunları deyirik. Amma Əbəlfəz ağanın məqamı bunların hamısından daha çox üstündür, əzəmətlidir. O mərifətə çatmaq üçün gərək insan özü ilə məşğul olsun. Söz ifadə eləyə bilməz Əbəlfəz ağa kimdir. Yəni sözün qısası budur ki, Həzrət Əbəlfəz ağanın məqamı çox böyükdür. Doğrudan da insanın, mənim dilim acizdir ki, Həzrət Əbəlfəz ağanı belə deyək, tərif eləyim, onun fəzilətindən danışım. Tarixdə heç məlumat da çox azdır. Böyük bir məlumat da yoxdur Həzrət Əbəlfəz ağa haqqında, onun barəsində. Onu tanımaq kitabla olmur ümumiyyətlə. Kitab oxuyasan, Həzrət Əbəlfəzi tanıyasan, bununla olmur. İnsan gərək özü bir şey olsun ki, Həzrət Əbəlfəz ağanı da başa düşə bilsin. İnsan özü gərək bir dənə şey, bir şey olsun, bir insan olsun ki, öz üzərində işləyə bilsin, paklaya bilsin ki, qəlb evini, ruhunu, mənəviyyatını ki, Həzrət Əbəlfəz ağanı dərk eləyə bilsin, onu tanıya bilsin. Çox böyük bir məqamdır onun məqamı, çox böyük. İnsan gəlib o dərəcəyə çatıb ki, məsumlara gəlib bitişib, özünü aparıb bitişdirib məsumlara. Bu gün, bütün bu 9 günü məclislərimizin, sözümüzün, söhbətimizin nöqtəsi, kulminasiya nöqtəsi budur ki, insan özünü aparsın, çatdırsın məsuma, bitişdirsin məsuma. Onun qəlbindən, insanın qəlbinə bir dənə kanal açılsın ki, orada insan rəhmət selinə tutursun, rəhmət selinin altında qalsın, istansın rəhmət selinin altında. Bunu Həzrət Əbəlfəz ağa bacarmışdı. O özünü aparıb, məsum imama aparıb birləşdirmişdi, aparıb bitişdirmişdi həqiqətən də. Ona görə də Həzrətin məqamı çox böyükdür. Aparıb bitişdirib özünü, birləşdirib məsum imama özünü. İnsanın başı çıxmır ki, insan haralara qədər gedib ucalıb, hansı dərəcəyə gedib çatıb. Çox əzəmətlidir Həzrət Əbəlfəzin məqamı, çox uca məqamdır. Bilirsiniz ki, şəhidləri İmam Səccad əleyhissalam dəfn elədi. 3 gündən sonra İmam Səccad əleyhissalam 3 gün yazırlar Kərbəla şəhidlərinin bədəni isti qumlar üzərində qaldı. İmam Səccad əleyhissalam dəfn eləyir. İmam Səccad əleyhissalam dəfn elədi və hamısı da meydana səpilmişdi şəhidlər. Bəni Əsəd qəbiləsi gəldi, çıxdı.
Bəni Əsədə dedi ki, bir cənazələri gətirin, hamısını İmam Hüseynin ətrafında dəfn eləyək. Həbibin cənazəsi biraz yazırlar ki, uzaqda idi, gətirdilər. Bütün cənazələri gətirdilər, Həzrətin deyir, ətrafında dəfn elədilər. Növbə deyir, Həzrəti Əbəlfəz ağaya çatanda dedi, ona dəyməyin. İmam Səccad əleyhissalam buyurdu ki, ona dəyməyin. Özüm gedəcəm onun huzuruna. Özüm gedəcəm ona tərəf. İmam Səccad əleyhissalam deyir, gəldi. Həzrət Əbəlfəz ağanın cənazəsini deyir, elə şəhid olduğu yerdə, harada şəhid olmuşdu, Nəhri Əlqəm ətrafında da, orada da qalmışdı. Oradaydı deyir. Deyir, getdi ora və həmin yerdə də Həzrət Əbəlfəz ağanı orada dəfn elədi. Onu gətirmədi, İmam Hüseyin əleyhissalamın ətrafında dəfn eləmədi. Elə harada ki, şəhid olub düşmüşdü, orada dəfn elədi. Bunun mənası var. Mənası nədir? İmam Səccad yəqin ki, bu günü görürdü. İndi hal-hazırki günü görürdü. İstəyirdi ki, 2 dənə hərəm olsun Kərbəlada. Ki, onun da günbəzi olsun, hərəmi olsun, atası İmam Hüseyin əleyhissalamın da hərəmi olsun, günbəzi olsun. Onun da qapısına geçsinlər ayrıca. Deyir, Kərbəlaya gedənlərdə sual yəni, hansı hərəmlə gəlirsən, kimin hərəmindən gəlirsən? Həzrəti Əbəlfəzi ziyarət elədin. Kərbəlada zəvvarlar bir-birindən deyib bu cür soruşsunlar. Hansına birinci gedək? Bunu nəzərdə tutublar ki, bunu ayrıca orada hərəmi olsun, bunu da ziyarət eləyən olsun. Bütün şəhidlər, İmam Səccadın bu hərəkəti deyir ki, yəni bütün şəhidlər bir tərəfə, İmam Səccadın sözü budur, Əbəlfəz bir tərəfə. Çünki onun məqamı tam başqa bir məqam idi. Bunun mənası budur. 2 dənə hərəm var Kərbəlada. Onun 2 hərəmin arasına deyərlər Beynol Hərəmeyn, 2 hərəm arası. Ki, bu günləri həmin o Beynol Hərəmeyn dolur daşır zəvvarlarla. Kim Hüseynə qonaq düşmək istəyir, kim həyatda, kim belə deyək, axirətin qazanmaq istəyir, kim Əllamə Qazi kimi adam olmaq istəyir, birinci Həzrəti Əbəlfəz ağanın qapısına gedir. Ki, kiminsə qəbuluna gedəndə birinci onun, belə deyək, kiminsə ona yaxın olan insanın qəbuluna düşürsən ki, sən bizi görüşdür. Deyir, Babəl Həvaicdir Həzrəti Əbəlfəz ağa, hacətlər qapısıdır. İmam Hüseyin əleyhissalama sözü olan birinci Həzrəti Əbəlfəz ağanın qəbuluna düşür. Ondan istəyir ki, dua eləsin ki, İmam Hüseyin əleyhissalam onu qəbul eləsin. Bu hərəm İmam Hüseynindir, bir hərəm Həzrət Əbəlfəz ağanındır. Niyə bu məqama getdi, çatdı Həzrət Əbəlfəz ağa? Bu qədər məqamı oldu, şəhidlərdən seçildi, daha fəzilətlisi oldu. Su içmədi ona görə, su gətirdi ona görə, qolu kəsildi, sağ qolu kəsildi, sol qolu kəsildi ona görə, məşkinə ox vurdular ona görə, yoxsa başına ahən əmud vurdular ona görə. Niyə görə Həzrəti Əbəlfəz belə məqama gəldi, uzandı? Bir səbəb var. Bir səbəbi var ki, o bəsirət sahibi idi. Bəsirət var idi onda. Hamıdan iti bəsirəti var idi. Hamı ilə bundan fərqlənirdi. İti baxışı var idi. Ona görə İmam Hüseyni çox yandırdı onun müsibəti. Hələ də hacətləriniz varsa, bu günə qədər hacətləriniz varsa, istəmisiniz, qəbul olunmuyubsa, bugün əsl fürsət və bu gündür. Hacətlərin qəbul olunduğu gün gecə və bu gecədir. Həzrəti Əbəlfəz qapısına gedin, hacətlər qapısına. Hacətləriniz varsa, bugün Həzrəti Əbəlfəzdən istəyin ki, Allahdan istəsin sizin üçün. Həzrət Əbəlfəz ağaya təvəssül eləyin ki, ağa bizim üçün Allahdan istə. İstə ki, biz həqiqətən də sizi sevənlərdən olaq. Təvəssül eləyin. Nə sözünüz varsa deyin Həzrət Əbəlfəzə. Bir şair yazır, ərəb şairidir. Buyurur ki, Əhəqqun nas ən yubki aley fətən əbqəl Hüseyn bi Kərbəla. Deyir, əzadarlıq eləməyə, ağlamağa ən çox layiqli olan o kəsdir ki, Hüseyn ona hamıdan çox ağladı.
əzadarlığa, yas saxlanılmasına layiq o adamdır ki, Hüseyn kimi məsum imam ona daha çox ağladı, yas saxladı. Birinə yanmaq istəyirsənsə, yanmağa ən layiqlisi Həzrət Əbəlfəzdir. O kəsdir ki, Hüseyn xüsusi yandı ona. O ən zirvədə idi. O Hüseyni çox ağlatdı. Hüseyn onu lap çox istəyirdi. 3-4 dəfə Kərbəlada dedi ki, bir nəfsi ənd, canım sənə fəda olsun. Canım sənə fəda olsun. 3-4 dəfə. Canım sənə qurban olsun Əbəlfəz. Gör, hara gedib insan çatıb ki, məsum bir şəxs, məsum bir imam ona deyir ki, canım sənə fəda olsun. Heç hər adama deməzlər bu sözü. Biri var, adi kimsə desin sənə, bir də var ki, məsum imam deyir. Allahın höccəti deyir. Deyir, məhəbbəti o qədər qəlbindədir ki, İmam Hüseynin elə bu sözlə ifadə edir. Deyir, canım sənə fəda olsun. Deyir, get canım sənə qurban olsun. Gəl canım sənə qurban olsun. Hey deyir, bir nəfsi ənd, bir nəfsi ənd. Belə Həzrət Əbəlfəz ağanı bu cür səsləyir. Məsumlar bizi də sevir, mənim kimi günahkarı da sevir. Məsumlar hamımızı sevir. Günahkarları da sevir, hamımızı sevir. Amma adam nə qədər adamın nə qədər mərifəti artdısa, onların sevgisi də bir o qədər artır. Nə qədər onları tanımağa çalışdınsa, mərifətin çoxaldısa, onlar da səni bir o qədər çox sevirlər. Onların eşqi də o qədər çoxalır. İnsan bir yerə çatır ki, məsum imam ona deyir ki, canım sənə qurban olsun. Canım sənə fəda olsun. İndi bunun şəhadəti gör nə dağ çəkdi İmam Hüseyn əleyhissalamın sinəsinə. Aşura günü axıra qalanlar, kimlər ki axıra qalmışdı, yazırlar ki, onların tutumu çox idi. Yəni, onların mənəvi tutumları çox idi. İmam Hüseyn əleyhissalam yazırlar ki, qətligaha gedəndə heç kimə icazə vermir. Heç kimə icazə vermir ki, qətli çıxsın xeymələrdən bayra, xanım Zeynəbdən başqa. Çünki bilirdi ki, o səhnə çox ağır olacaq. Hətta yazırlar ki, o insanlar ki, o övliyalar ki, o ariflər ki, o alimlər ki, özlərini paklayıblar, bir yerə gəlib çatıblar, yuxu vasitəsi ilə yatıblar, Kərbəla hadisəsini yenidən görüblər. Onlara belə İmam Hüseyn əleyhissalamın qətl olunma anını göstərməyib Allah Teala ki, dözə bilməzlər. Əhval ruhiyyələri onu qəbul eləyə bilməz. Mənəviyyatları onu qəbul eləyə bilməz. Zeynəbdə gör nə qədər əhval ruhiyyə var idi. Bir dənə xanım Zeynəbə icazə verir ki, Təlli Zeynəbiyyədən baxır qətligahə xanım Zeynəb. Aşura günü axıra qalanların yazırlar tutumu çox idi. Bilirsiniz niyə? Çünki o səhnələri görürdülər, səbr eləyirdilər. Məsələ bundan ibarətdir. Axıra qalmaq üçün tutum gərək olsun. Yazırlar ki, öz qardaşlarını özündən qabaq göndərdi. Dedi ki, istəyirəm sizin şəhid cənazınızı görüm, istəyirəm sizi görüm ki, qardaş dağı çəkilsin. Hüseynin yolunda müsibət dağı çəkim, Həzrət Əbəlfəz ağa deyir. Həzrət Əbəlfəzdən əlavə 2 qardaşı da var. Ovun adında, Cəfər adında da 2 qardaşı Kərbəlada iştirak edirdi. Deyir, istəyirəm ki, necə ki, Hüseynin sinəsinə qardaş dağı çəkəcəklər, mən də istəyirəm siz gedəsiniz, şəhid olasınız, mən də görəm ki, qardaş dağı necə olur. İmam Hüseyn əleyhissalamın yolunda bu müsibəti çəkmək istəyirəm. Bunun da əcrini istəyirəm alım. Bunun da ləzzətini görüm. Bilmirəm nə halda idi Həzrət Əbəlfəz ağa. Qasim şəhid olanda, Əli Əkbər şəhid olanda çox çətin idi onun üçün. Ona görə tarixdə belə yazılıb, döyüş icazəsi almadı. Demədi, icazə ver, döyüşə gedim. Ləqad zəqə sadri, dedi qardaşım Hüseyn, ya Əba Əbdillah, ürəyim partlayır dayı. Dözə bilmirəm mən. Sinəm sıxıldı, ürəyim sıxıldı. İmam Hüseyn əleyhissalamın da dili gəlmir, desin ki, get meydana tərəf.
Bu aləmi biz başa düşmürük. Ürəyə gəlmir deyə ki, get meydana döyüş. Qayıtdı dedi ki, utlub li hadihil atfal alma. Get su gətir. Uşaqlara su gətir. Adı olmasın ki, döyüşə gedirsən. Yazırlar, gəlir daxil olur qızların xeyməsinə. Deyir, o xeymədə balaca oğlanlar, balaca qızlar, uşaqlar o xeymədə idilər. Bilirsiniz o xeymənin adı nə idi? O xeymənin adı Xeymətül Miyah. Su qabları yığılırdı o xeymiyə. Ora Xeymətül Miyah deyirlər. Su qabların, su məşkilərin o xeymiyə yığırdılar. Deyib, balaca oğlanlar, balaca qızlar, İmam Hüseyin əleyhissalamın ətrafda olanlar, hamısının övladları, uşaqları, İmam Hüseyin əleyhissalamın qızları, oğlanları, balacalar hamısı o xeymiyə yığışmışdılar. Ne üçün o uşaqları ora toplamışdılar? Deyir, çünki deyir, orada qabları əvvəl su olanda qabların ağzından su damlamışdı torpağa. Torpaq biraz nəmfason idi. Nəm idi. O uşaqlar deyir, susuzundan yanırdılar. Su da yoxdur xeymələrdə. O uşaqları deyir, Xeymətül Miyaha, su qabları olan xeymiyə toplamışdılar ki, orada nəm torpaq var. O uşaqlar da deyir, susuzundan yanırdılar. Hərdən deyir, köynəklərini çıxardırdılar, sinələrin qoyurdular o nəm torpağa. Hərdən deyir, açırdılar köynəyi, qarınların qoyurdular torpağa. Susuzluqdan yanırdılar deyir. O belə bir gözünüzün qabağına gətirin, belə bir səhnədir. Sabahçı gün belə bir səhnə yaşayacaq. Hüseynin itrəti, uşaqları, balaları, övladları. Susuzluq o qədər deyir, qələbə çalmışdı onlara. O rütubətə deyir, qarınların qoyurdular, sinələrin, üzlərin yapışdırırdılar ki, heç olmasa biraz hərarətin o torpaq alsın, hərarətlərini o torpaq alsın, susuzluqları biraz yatsın. Deyir, mənzərəni gördü Həzrəti Əbəlfəz ağa, qorxur vidalaşmağa. İstəmir, bilir uşaqlar üçün çox ağırdı. Ondan ayrılmaq uşaqlar üçün çox ağırdı. Bilir onu nə qədər çox istəyirlər Hüseynin balaları. Ona görə bu cür dedi. Dedi ki, gedim su gətirim, gəlirəm. Sağollaşmadı. Heç kəslə. Qabları götdü, yazırlar ki, çıxdı, gəldi. Deyir, o gedəndə Hüseyn dalıcan baxdı. Qayıtdı, dedi ki, əntə sahibu livai. Əbəlfəz, sən mənim ələmdarımsan. Sən mənim ələmdarımsan, Əbbas. Ləqəd məziyyətə təfərrəqə əskəri. Əgər səni də öldürsələr, mənim qoşunum dağılacaq, mənim ordum dağılacaq. Bayraq əlindən düşsə, bu qoşun dağılacaq. Bilmirəm, düşmən bu sözü eşitdi yoxsa yox, ya eşitmədi. Amma deyirlər, bundan sonra hücum elədilər Həzrət Əbəlfəz ağaya. Hamısı İmam Hüseyni tərk elədi, ona hücum elədilər. Neçə min adamı yazırlar ki, yardı, keçdi, gəldi Fəratın kənarına. Suya ki, gözü sataşdı, baxdı, aldı əlinə suyu, içmək istəyəndə qayıtdı bu sözü dedi. Ya nəfs, min ba'dil Hüseyn huni və ba'dahu la kuntu ən təkuni. Dedi, ey nəfs, ey can, Hüseyndən sonra yaşamaq istəyirsən, Allah sənə o günü göstərməsin ki, Hüseyn şəhid ola, sən qalasan, sən yaşayasan. Tökdü deyir suyu əlindən yerə, içmədi. Su qablarını doldurdu, suyu doldurdu və qayıdır. Hər tərəfdən deyir, əhatə eləyiblər Həzrəti Əbəlfəz ağanı. Hücum elədilər. Toz torpaq qalxdı deyir. Bilmirlər nə baş verir, meydan görsənmir toz torpaqdan. Deyir, Həzrəti Əbəlfəzin hallarını oxuduğu rəcəzlərdən başa düşürlər. Rəcəz oxuyur. Vallah in qata'tumu yamini inni uhami abadan an dini. Dedi, and olsun Allaha, sağ qolumu kəssüz də dinimdən əl çəkən deyiləm. Sol qolumu kəssüz də dinimdən əl çəkən deyiləm. Qollarını kəsdikcən rəcəz oxuyur Həzrət Əbəlfəz ağa. Şeir oxuyur. Yazırlar ki,
qollarını vurdular, su məşki düşdü, çənəsi ilə, dişi ilə yapışdı su məşkindən. Sürətlə gedir xeymiyə tərəf. Dişində tutub məşki, sürətlə gedir. Onlar gördülər ki, bunun əsas hədəfi, əsas qayəsi, məqsədi sağ qalmaq deyil. Bu istəyir ki, suyu çatdırsın xeymələrə, su aparmaq üçün. İnsanı elə yandırır bu səhnə. Onlar ki, gördülər bunun əsas məqsədi su aparmaqdır, sürətlə gedir. Yazırlar ki, o namərdlər su qabını nişan aldılar. Su qabını nişan aldılar. Bu yeri insanı yandırır. Yazırlar ki, Həzrət Əbəlfəz ağa qolu düşəndə, sağ qolu düşəndə sağ qolu tərəfinə baxmadı. Sol qolunu vurdular, sol qoluna tərəfdə baxmadı. Heç bir qolu düşəndə qoluna tərəf baxmadı. Elə ki, deyir, su məşkinə ox dəydi, su qabı yerə düşdü, su dağıldı yerə. Deyir, Əbəlfəz həsrətlə baxdı. Həsrətlə döndü, su qabına baxır. Bax, belə yazır. Yazır ki, Fəvvəqəfəl Abbas mütəhəyyirən. Deyir, Abbas diyandı heyran halda, heyrət içərisində. Baxır. Bu yerə adamı yandırır. Fəvvəqəl Abbas. Abbas diyandı. Qolu yoxdur, döyüşməyə geçsin. Su yoxdur, xeymələrə geçsin. Qalıb o, meydanla xeymə arasında. Bilmir neynəsin. Neçə yüz adamın əlinə fürsət düşdü. Qolsuz ələmdar naümiddir. Ümidi yoxdur. Su aparmağa da ümidi yoxdur. Diyanıb heyran-heyran baxır. Hücum elədilər onun üstünə. Yazırlar ki, Muhammed Əli Xorasani Əbəlfəz ağanın hərəmində çıxış eləyirdi, danışırdı. Deyir, bunu danışdı. Dedi ki, əvvəl sağ qolunu vurdular, sonra sol qolunu vurdular, kəstilər, sonra gözünə ox vurdular. Deyir, Seyyid İbrahim Qəzvini də həmin məclisdə idi. Bu xütbədən düşəndən sonra Seyyid İbrahim Qəzvini dedi ki, ürəyimizi yandırdın. Amma zəif rəvayətlər oxuma. Əbəlfəzin gözünə ox harda vurublar? Özü danışır bunu Seyyid İbrahim Qəzvini ki, deyir, bu sözü irad tutdum, deyir. Getdim, yatdım. Ağa deyir, özü gəldi yuxuma, Həzrət Əbəlfəz ağa. Dedi ki, Seyyid İbrahim, Kərbəlada var idin ki, sən orada var idin. Sən nə bilirsən ki, məni necə öldürüblər? Həzrət Əbəlfəz ağanın öz rozəsidir, öz dilindən Seyyid İbrahim üçün danışır. İstədim, danışım bugün sizə bunu. Deyir, İbrahim Seyyid deyir ki, oturdum. Dedi, gəl, otur. Mən sənə danışım, əhvalat necə olub. Öz əhvalatını danışır Seyyidə. Dedi, əvvəl sağ qolumu kəstilər. Seyyid İbrahim. Sonra sol qolumu kəstilər. Sonra deyir, su məşkinə ox vurdular. Su məşkinə ox vurdular. Ondan sonra o həsrətlə ki, su məşkinə baxırdım, o namərdlərdən biri gözümü nişan aldı. Gözümə ox vurdu. Deyir, gözümə ox batdı. Seyyid İbrahim, bir adamın sağ qolu olmasın, sol qolu olmaya, gözündə də ox ola, o oxu necə dartıb çıxardar? Seyyid İbrahim deyir, əyildim, iki dizimin arasından oxu tutdum, dartdım, çıxartdım gözümdən. Danışır Həzrət Əbəlfəz ağa. Oturdum, deyir, dizlərimlə oxu tutdum, gözümdən çıxartdım. Çıxardanda başımdan, deyir, döyüş dəbilqəsi düşdü yerə, döyüş papağım düşdü yerə. Onda gördüm ki, dəmir sütunla, dəmir əmudla bir dənə zərbə vurdular başıma. Bu həmin məqam idi ki, Hüseynin səsi ucaldı xeymələrdə. Dedi ki, əl-an inkəsərə zəhri, Əbəlfəz, indi belim sındı. Vənqətəə rəcai, indi ümidim tükəndi. Day ümidim qalmadı. Və qallət hiləti, köməyim qalmadı. Hüseyin, nədən ümidin kəsildi? Gəldi Zeynəbə dedi ki, qızlara əsirlik libası giyindir Zeynəb.
Dayı əsir olmaqları yəqindir, şübhəsizdir. Uşaqlar indi gözləyirlər ki, əmmimiz gələcək, bizə su gətirəcək. Susuzluq dayı bitdi. Gördü Hüseyn gəlir, təkdir. Xanım Səkinə çıxdı qabağına. Qayıtdı ki, qalət əynəl əmmiyəl Əbbas. Atacan, bəs əmim Əbəlfəz hardadır? Niyə tək qayıdırsan? Deyir, Hüseyn dilinə gətirmədi ki, Hüseyn Əbəlfəzi öldürdülər. Dilinə gətirə bilmədi. Deyir, gəldi, yavaş-yavaş başı aşağı gəldi. Tarixdə bu cür yazıb valla. Yazıb ki, gəldi Əbəlfəzin xeyməsinin sütunun yatızdırdı. Sütun yatanda Zeynəb ağlaya-ağlaya gəldi. Deyir, Hüseyn də birinci dəfə idi. Zeynəb oxşayıb ağlayırdı. Hüseyn də Zeynəbin dediklərini təkrar eləyirdi. Birinci dəfə idi. Bir cümlədə Ümmülbəninə, anasına gəlin təvəssül eləyək bu gecə. Sözümü bitirim sonra. Xanım Ümmülbənin, istəyirəm adı çəkilsin bu məclisdə. Elə ki, gəlin gəlmişdi Həzrəti Əli əleyhissalamın evinə. Deyir, qapıdan içəri daxil olmurdu, dayanmışdı qapıda. Deyirlər ki, dedi ki, bu evin böyük qızı hanı? Bu evin böyük qızı icazə verməsə, daxil olan deyiləm. Xanım Zeynəb gəldi, dedi ki, buyur içəri. Gəldi, birinci sözü bu oldu ki, uşaqları yığdı başına. Dedi, mən bu evə analığa gəlməmişəm, xanımlığa gəlməmişəm. Mən sizə kəniz olmağa gəlmişəm. Bu evin kəniziyəm mən. Adı Fatimə idi xanım Ümmülbəninin. Hamı çağırırdı evdə onu Fatimə, Fatimə. Görürdü ki, Zeynəbin ürəyi qəmlənir Fatimə adını eşidəndə. Zeynəbin ürəyinə dağ çəkilir. Hər dəfə Fatimə deyəndə, çağıranda xanım Zeynəb narahat olurdu. Gəldi, dedi ki, ya əmirəl möminin, ya Əli, hamıya tapşırın ki, məni Fatimə adı ilə çağırmasınlar. Bu evin bir dənə Fatiməsi var idi. Mən bu evin kəniziyəm. Bu evdə bir dənə Fatimə var idi. Hər dəfə görürəm adımı Fatimə deyəndə Zeynəb gedir otağına, anasının köynəyini qoyur qabağına, deyir ki, cavan ölən anam vay. Zeynəb çox narahat olur. Məni Fatimə adı ilə çağırmasınlar. Ondan sonra yazırlar ki, ona dedilər Ümmülbənin, oğullar anası. Əbəlfəz ağıya belə deyərdi. Deyərdi, Atuz əmirəl möminindir. Elə bilməyin ha, Əlinin Fatimədən olan övladları ilə bir çəkidəsiz. Onların anası Fatimədir. Sizin düzdür, Atuz əmirəl möminindir. Amma onların anası Fatimədir. Atuz əmirəl möminin olsa da. Siz onların xidmətçisiniz. Heç vaxt ona görə qardaş demədi Həzrət Əbəlfəz ağa İmam Hüseyn əleyhissalama. Həmişə deyərdi Seyyidi, Mövlayı. Həmişə belə çağırardı. Ağam, sərvərim. İmam Hüseyn əleyhissalam Mədinədən çıxanda hamı nəsihət eləyirdi İmam Hüseyn əleyhissalamı. İbn Abbas, Məhəmməd Hənəfiyyə, bibisi Ümmü Hani. İmam Hüseyn əleyhissalama bibisi idi Ümmü Hani. Dedi, Hüseyn, getmə, təhlükəlidir. Əbəlfəz ağanın anası yazırlar, Ümmülbənin bir dəfə də belə söz demədi İmam Hüseyn əleyhissalama. Deyir, o Mədinədən hərəkət eləyəndə Ümmülbənin Həzrəti Əbəlfəz ağanı çəkdi qırağa bir tərəfə. Dedi, Əbəlfəz, Hüseynsiz qayıtmayasan ha. Hüseyn olmaya qaydasan, qəbul eləmərəm səni. Yazırlar ki, Aşura günündən sonra artıq Şamdan qayıdır, karvan qayıdır. Karvanbaşı Bəşir adında bir şəxsdir. Ümmülbənin görür ki, karvan gəlir. Həzrət Əbəlfəz ağanın bir övladı var idi. Deyir, tutur əlindən gəlir Bəşirin qabağına. Qayıdır, deyir ki, Bəşir, danışır Bəşir hadisəni. Deyir, Bəşir, Hüseynimdən nə xəbər? Deyir ki, xanım, oğlun Cəfəri öldürdülər. Oğlunu öldürdülər. Deyir, Hüseyn, deyir, Bəşir, qəd qətəətəm miətən qalbi, qəlbimin bəndini qırdım. Deyir, görüm, nə baş verdi? Əxbirni anil Hüseyn. Hüseyndən mənə bir xəbər ver. Hüseynin xəbərini ver.
Yazırlar ki, Bəşir qayıtdı, dedi ki, xanım, başın sağ olsun, Hüseyni də şəhid eylədilər. Yazır, Əbəlfəzin oğlun götürdü, əlin çəkdi başına, qayıtdı dedi ki, bala, sən də bu gündən qoşuldun yetimlər cərgəsinə. Bəşir deyir ki, xanım, mən demədim ki, Əbəlfəzi şəhid elədilər, mən dedim, Hüseyni şəhid eləyiblər. Deyir, mən elə oğul tərbiyə eləməmişəm ki, Hüseyn şəhid ola, o amma sağ qala. Hüseyn şəhid ola, o sağ qala. Xanım Zeynəbi gördü kərvanda, dedi, xanım, nə yaman qocalmısınız, saçınız ağarıb, başınız ağarıb. Deyir ki, xanım Ümmülbəlinə deyir ki, xanım Zeynəb deyir, qəmlər qocaltdı məni. Xanımlar deyir, bir məclis qurmuşdular Mədinədə İmam Hüseyn əleyhissalam üçün. Xanım Zeynəb də o məclisdə idi. Elə xanım Zeynəbin evində idi, səhv eləmirəmsə. Xanım Ümmülbəlin də gəlir, əyləşir ayaq başda. Xanım Zeynəb oturub durur, gəlir, yapışır əlindən, deyir, anacan, qapı tərəfdə niyə oturmusan? Sən ki, mənim anamsan, sən elə məclis sahibisən, gəl əyləş mənim yanımda. Xanım Ümmülbənin məclisin arasında vaxt tapır, vaxt eləyir, soruşur. Deyir ki, xanım, mənim Əbəlfəzimdən razı qaldınız? Dedi ki, razı qaldıq, amma bir dənə gilayəm var. Dedi, olmaya xanım, sizə qarşı nəsə hörmətsizliyi olub. Dedi, yox, bir dənə qəlbimdə qalan bu oldu Kərbəlada. Ömür boyu da bu qəlbimdədir. Hüseynə heç olmasa şəhid olanda bir dəfə qardaş dedi, amma mənə heç vaxt bacı demədi Həzrət Əbəlfəz ağa. Heç vaxt bacı demədi. Əla la'nətullah aləl qavmiz zalimin və səya'ləmullezina zalamu əyyəmun qalabin yənqalibun salavat zikr eləyək.